Uşaqlar, baxın, bu toplayıcı linzadır, bu da paralel işıq dəstəsidir. Toplayıcı linzanı bu paralel işıq dəstəsinin qarşısına gətirdikdə nə baş verdi? İşıq şüaları neyinir? Sınır, sınandan sonra eyni bir nöqtədə toplanır. Deməli, işıq şüaları linzada sınandan sonra müəyyən bir nöqtədə toplanır. Bu toplandığı nöqtə adlanır linzanın baş fokus məsafəsi. Linzadan şüaların toplandığı nöqtəyə qədər olan məsafə adlanır linzanın baş fokus məsafəsi. Baxın, burada linzanın mərkəzi bax bu nöqtədir. Həmin mərkəzdən keçməklə baş fokus nöqtəsindən keçən xətt baş optik oxdur. Bunlarda ki, bax bu şüalar baş optik oxa paralel gələn şüalardır. Hər biri gəlib harda kəsişirlər? Fokus nöqtəsində. Baxın, biz bu fikir verir, tutaq ki, bu linzamızdır. Bu oldu baş optik oxumuz, bura fokus məsafəsi. Bu baş optik oxdur. Amma bu linzanın mərkəzindən başqa optik oxlar da keçirə bilirik. Bunlar sadəcə optik ox, bu isə baş optik oxdur. Baş optik oxa paralel gələn işıq şüaları F-də yığılırdısa, digər optik oxa paralel gələn işıq şüaları isə bax bu optik oxla fokus nöqtəsinin kəsişdiyi nöqtədə toplaşırlar. Fokus nöqtəsindən baxın, baş optik oxa fokus nöqtəsindən perpendikulyar çəkirik. Həmin perpendikulyarla optik oxun kəsişmə nöqtəsində də digər şüalar gəlib kəsişəcək. Baxın, belə bir paralel şüa dəstəsi göndərək digər optik oxa. Fikir verin, onların da kəsişmə nöqtəsi eynən fokus nöqtəsi üzərindən, baxın, burada kəsişir. Deməli, bu adlanır fokal müstəvi. Baş optik oxa paralel gələnlər F-də kəsişirdisə, digər şüalar isə, yəni digər optik oxlara paralel gələn işıq şüaları isə fokal müstəvidə neynirlər? Kəsişirlər. Bax, bu da oldu bizim fokal müstəvimiz. Baxın, indi bu işıq şüasını linzadan uzaqlaşdırıram. Fokus məsafəsi dəyişirmi? Dəyişmir. Yaxınlaşdıranda dəyişirmi? Dəyişmir. Amma baxın, mən bu linzanı sürüşdürürəm, fokus məsafəsi neynədir? Dəyişdi. Yenə yaxınlaşdıranda fokus məsafəsi neynir? Dəyişir. Səbəb nədir sizcə buna? Şüaların özlərinin kəsişməsindən alınırdı. Deməli, toplayıcı linzanın fokus məsafəsi həqiqidir.